Sovet istehsalı olan OZM-72 tullanaraq dairəvi qəlpələnən mina növüdür, öldürmək üçün nəzərdə tutulubdur və onun yanında gördüyünüz eyni prinsiplə işləyən Ermənistan istehsalı olan minadır. Gördüyünüz kimi Sovet istehsalı olan minanın gövdəsi metaldandır. İçərisində hazır silindrik 2400 ədəd qəlpə var. Amma Ermənistan istehsalı olan plastik minanın içərisində yarım hazır gördüyünüz metal halqalar var. Partlayış zamanı o halqaların parçaları parçalanaraq ətrafa yayılırlar. Bu minalar tələ məftil ilə quraşdırılır. Partladıcı mexanizm MUV seriyası partladıcıdır və tələ məftilinə toxunduqda bu minalar sıçrayaraq təxminən 80 sm yüksəklikdə partlayır. Ona görə də minadan yaxınlıqda hər hansısa bir çalada da qorunmaq mümkün deyil. Çünki qəlpələr böyük bir əraziyə yaxınlaşır. 25 metr məsafədə tam məhv etmə radiusudur. Qəlpələrin xəsarət yetirmə qabiliyyəti 100 metrə qədər saxlanılır. OZM-72 seriyasında. Ermənistan istehsalı olanda qəlpələr daha kiçik olduğu üçün onun xətər vermə məsafəsi 50 metri keçmir.